Bərbaşdan onu deyim ki, Bəylər Eyyubovun nəsli ilə bağlı qoparılan qalmaqallı həbslər 2-ci Adnan Əhmədzadə olayı kimi qiymətləndirilməlidir. Yəni biznes faktiki olaraq Əliyev ailəsinə məxsusdur, amma əyri işlərə görə, həm də İlhamın özünün xəbəri olaraq aparılmış əyri işlərə görə zaman-zaman kimlərisə güdaza vermək lazım gəlir. Adnan neft məsələsi idi, indi bunlar da narkotika məsələsində və aksiz-maksiz söhbətlərində güdaza verilir. Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubovun dəniz sahilində 15 hektarlıq malikanəsi üzə çıxarılıb və sən demə, bu Tarxan adlı sirli limandan İlham Əliyevin xəbəri yoxmuş, eləmi? Əgər belədirsə versiyasını araşdıraq, əgər həqiqətən də bu işləklərdən Əliyevin xəbəri yoxmuşsa, o zaman belə çıxır ki, Müzəffər düz özünün dibində bir nömrəli Zrangüdəninin fəaliyyətindən xəbərsizdir. O zaman ucqar məmurların hansı hoqqalardan çıxdığından heç xəbəri yoxdur ki. Əgər belədirsə, o zaman İlham kimin prezidentidir? O zaman belə sual çıxmırmı ki, Əliyev öz biznesi ilə məşğuldur və ölkənin idarə edilməsinin ipini atıb hansısa təsadüfi adamların üstünə? Bəs əgər belə deyilsə, sualı da sizi maraqlandırırmı? Prezident xüsusilə də Azərbaycan kimi diktaturalarda bir ünvana səfər edəndə həmin ünvanın 20-30 kilometrlik radiusu sıx nəzarətə alınır. O ərazidə bütün sakinlər və bütün obyektlər bitdə-bitdə araşdırılır, xəritələşdirilir, kartotekaya salınır və bundan sonra kortej dirənir oralara. Mən indi hökumətin öz mətbuatında Bəylər Eyyubovun qardaş uşaqlarının, yəni ailə üzvlərinin çıxardığı pəstahalar haqqında yazılan yazını da sizə təqdim edim. Baxın, görün, miqyas nə miqyasdır. Dövlət Gömrük Komitəsi Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasyon məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas figurlardan biri Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Açıq Səhmdar Cəmiyyətinin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində Şüvalan qəsəbəsində yerləşən Şüvalan qəsəbəsində ki, orada elə İlham Əliyevin də villası var, rezidensiyası var, malikanəsi var, 15 hektarlıq nəhəng ərazisindən gedir. Məlumata görə dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır. İstintaqın qaçaqmalçılıqla bağlı versiyalarını nəzərə alsaq, bu sual daha da kəskinləşir. Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi? Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi? Rəsmi qurumlar hələlik bu suallara cavab verməsə də mövcud faktlar ciddi şübhələr doğurur. Eyyubovlar ailəsinə aid olan həmin bağın Google Maps vasitəsilə əldə edilən görüntülərini təqdim edir. Mətbuat, özdə hökumət mətbuatı. Və yazırlar ki, əldə etdiyimiz dəqiq bilgilərə əsasən bildiririk ki, Ruslan Eyyubovun bağındakı hovuzun həcmi 10 sotdan yuxarı olub. Google Maps-də bağın ölçüləri eni 136 metr, uzunluğu 374 metrdir. Bu da bağ evinin 5,8 hektar ərazini əhatə etdiyini ortaya qoyur. Məlum olan budur ki, 5 hektarlıq bağ evinin daxilində yerləşən kompleksin miqyası sadəcə bağ evi anlayışını aşır. Tikilinin adı Tarxan qubernatorun dəniz sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, sübhə sarayı, minarə evlər, Badi-Kubə sarayı, İmaməddin sarayı, İnqilab evi, arxaik muzey, çay evi, Çəməngül bağı, fəvvarə, minar qəbul evi, qarajlar, iç meydan mövcuddur. Ən diqqət çəkən detallardan biri isə məsciddir. Məscidin hasarında 99 ədəd günbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı yazılıb. Kompleksin mərkəzindəki fəvvarə isə ayrıca simvolik məna daşıyır. Yuxarıdan dronla baxıldıqda fəvvarənin ortasında Azərbaycanın xəritəsi aydın görünür. Məlumata görə bu nəhəng kompleksin tikintisinə Türkiyədən mühəndislər və
ixtisaslı işçilər cəlb olunub. Tikinti və dizayn işlərinə milyonlarla manat vəsait xərcləndiyi bildirilir. Bu qədər böyük maliyyə resursunun mənbəyi isə istintaq fonunda daha aktual sual doğurur. Ruslan Eyyubov NB şirkətlər qrupunun rəhbəri, ölkənin kimya sənayesi sektorunda ciddi paya malik olan iş adamıdır. Ölkənin dəyərli izləyicilər, kimya sənayesi bilavasitə Əliyev ailəsinin monopoliyası altındadır və Ruslan Eyyubova da təbii olaraq həmin monopoliyadan bir sektor verilib İlham Əliyevin vizasıyla. Onun şirkətləri mərmər, bahalı daşlar, qranit boyalar və digər sənaye materiallarının istehsalı və nəzarəti ilə məşğuldur. Cəmi 2 gün öncə Gəncədə iri zavod açılışı da edib, diqqət çəkən məqam isə Ruslan Eyyubovun General Polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olmasıdır. İstintaq materialları göstərir ki, liman işi artıq sadəcə aksizsiz tütün qaçaqmalçılığı ilə məhdudlaşmır. Burada liman, gömrük, sərhəd, biznes xətlərinin kəsişdiyi geniş və sistemli mexanizm ehtimalı yaranır. Ruslan Eyyubovun dəniz sahilindəki 15 hektarlıq ərazisi isə bu mexanizmin hələ tam açılmamış balaca bir hissəsi kimi görünür. Baş prokurorluq bildirib ki, istintaq əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək. İctimaiyyətə əlavə hansı məlumatlar veriləcək? Bu məlumatlar ictimaiyyətin nəyinə gərəkdir? Və ya ictimaiyyət bilmirmi ki, bütün bu işləklər bilavasitə prezidentin şəxsi nəzarəti altında çıxarılan korrupsiya tamaşalarının bir hissəsidir. Azərbaycan faktiki olaraq diktatura olmaqdan da çıxıb, dəyərli izləyicilər, sırf mafiya sisteminə oturuşub. Bu çəkişmələr, razborkalar da korrupsiyaya qarşı mübarizə falan deyil, mafiya çəkişmələridir. Yoxsa bu zamana qədər bu çapdan olan ifşaların nəticəsində müsadirə edilən, dəyəri milyardlarla ölçülən mülklərin və bizneslərin kimin xeyrinə müsadirə edildiyi barədə ictimaiyyətin məlumatı yoxdurmu? İndi baş verənlər, ortaya çıxarılan faktlar hansısa təsadüfi adnan-madnan məsələsi də deyil axı. 10 illər ərzində Əliyev ailəsi ilə qonşuluq divarları da olmayan, iç-içə olan bir dəstənin adına yazılan əməllərdir və faktiki olaraq eyni ailənin biznesidir. Bəlkə kimsə bunun əksini iddia edə bilər. Amma mən təəccüb etmərəm qətiyyən ki, elə həmin bu ifşa materiallarını yayan mafiya mətbuatı Bəylər Eyyubovu da Əli Kərimlinin idarə etdiyi barədə hədyanlar paylaşmış olsunlar və nəyə görəsə içimdə bir inan var ki, bunu da yazacaqlar.